LDPR partiyasının liderinin başçılığı ilə deputatlar qrupu xarici vətəndaşlara rus dili biliyinə dair sertifikatların yalnız dövlət təhsil müəssisələri tərəfindən verilməsinə icazə verilməsini təklif edib. Beləliklə, bu cür sertifikatlar yalnız Rusiya Təhsil və Elm Nazirliyi tərəfindən təsdiqlənmiş siyahıya daxil olan dövlət təhsil müəssisələri tərəfindən veriləcək. Hazırda xarici vətəndaşlar müvəqqəti yaşamaq, işləmək icazəsi və ya patent almaq üçün rus dili biliyini müvafiq sertifikat vasitəsilə təsdiq etməlidirlər. Bu sertifikatlar həm dövlət, həm də özəl təhsil müəssisələri tərəfindən verilir. Stat: biz sosial şəbəkələrdə yüzlərlə narazı insanın paylaşımlarını gördük. Miqrantlar rus dilində bir kəlmə belə anlamadan özlərinə sertifikat alırlar. Miqrantlara vətəndaşlıq və ya iş icazəsi almağa imkan verən bütün dələduz sxemlər qəti şəkildə dayandırılmalıdır. İlk addımlardan biri imtahan nəticələrini çəkməklə məşğul olan özəl qurumları bu prosesdən çıxarmaqdır, deyə partiyanın sədri bildirib. Bu məqsədlə deputatlar Rusiya Federasiyasının xarici vətəndaşlarının hüquqi vəziyyəti haqqında federal qanuna düzəlişlər hazırlayıblar. Dəyişikliklərə əsasən rus dili biliyinə, Rusiya tarixi və qanunvericilik əsaslarına dair bilikləri təsdiqləyən sertifikatlar yalnız Təhsil və Elm Nazirliyi tərəfindən təsdiqlənmiş siyahıda olan dövlət təhsil müəssisələri tərəfindən veriləcək. Qeyd olunur ki, artıq verilmiş sertifikatlar öz qüvvəsini onların etibarlılıq müddəti bitənədək saxlayacaq. Bu məqsədlə deputatlar Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi vəziyyəti haqqında federal qanuna düzəlişlər hazırlayıblar və dəyişikliklərə əsasən rus dili biliyinə, Rusiya tarixi və qanunvericilik əsaslarına dair bilikləri təsdiqləyən sertifikatlar yalnız Təhsil və Elm Nazirliyi tərəfindən təsdiqlənmiş siyahıda olan dövlət təhsil müəssisələri tərəfindən veriləcək. Qeyd olunur ki, artıq verilmiş sertifikatlar öz qüvvəsini onların etibarlılıq müddəti bitənədək saxlayacaq. Parlament üzvlərinin fikrincə bu cür dəyişikliklərin tətbiqi imtahanların keçirilməsi və sertifikatların verilməsi üzrə dövlət nəzarətini gücləndirəcək, həmçinin ümumi sertifikat sayının azalmasına gətirib çıxaracaq. LDPR nümayəndələri xatırladıblar ki, son illərdə Rusiyaya gələn əmək miqrantlarının sayı artmaqda davam edir və bununla yanaşı verilən sertifikatların da sayı yüksəkdir. Deputatlar əmindirlər ki, təklif olunan qanun layihəsinin qəbul edilməsi miqrantların Rusiyada qanunsuz qalmasının qarşısını alacaq, həmçinin ölkənin konstitusiya quruluşuna və dövlət təhlükəsizliyinə təhlükə yaradan halları minimuma endirəcək. Stat: təşəbbüsün məqsədi miqrantların Rusiyada qanunsuz qalmasının qarşısını almaq və dövlətin konstitusiya quruluşuna, təhlükəsizliyinə zərər vurmaq təhlükəsini minimuma endirməkdir. Mən bununla tam razıyam, deyə LDPR fraksiyasının deputatı bildirib.